Salam əziz abituriyentlər. Mövzu sınaq imtahanı. Mövzu sınavımız ilk 5 mövzudan ibarətdir. İlk sualımız belədir ki, koordinat zaman qrafikinə əsasən 4 saniyə ərzində yol və yerdəyişməyə görə orta sürəti hesablayın. Cismin hərəkəti zamanı cızdığı trayektoriyanın uzunluğuna yol deyilir və onun koordinatının zamanlaması qrafikini istifadə edərək getdiyi yolu necə təyin edə bilərik? S bərabərdir. Öncə cisim mənfi 12-dən başlayıb müsbət 6-ya gəlibdir. 18 metr yol gəlib. Üstə gələk 6-dan da 4-ə gəlib 2 metr yol gəlib. Bu cisimin getdiyi yol neçə metr olur? 20 metr. Yola görə orta sürəti tapsaq, S-i bölərik T-yə, 20-ni bölərik 4-ə. 20-ni də 4-ə böləndə olur 5. Yola görə orta sürət 5-dir. Yerdəyişmə cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasıdır. Cismin yerdəyişməsini təyin etsək, son koordinatından başlanğıc koordinatı çıxar. Son koordinat 4, başlanğıc koordinat mənfi 12, 4 çıxısın mənfi 12, 4-dən mənfi 12-sini çıxanı qalır 16. O zaman yerdəyişməyə görə orta sürəti tapsaq, olacaqdır 16 bölünsün 4. O da bərabər 4. Düzgün cavab B variantı. Keçirik növbəti suala. Cismin təcilinin qiymətini hesablayın. Belə bir blok verilir. Blokdan ipin ucundan 20 Newton qüvvə tətbiq olunur. Burada yanından 20 Newtonluq qüvvə buradakı qiymətə bərabərdir. Yəni 20 Newton qüvvəyə sağa tərəf 8 kiloqram kütləli cismi dartır. Bu zaman sürtünmə qüvvəsi hərəkətin əksinə yönəlir. F sürtünmə qüvvəsini öncə biz tapmalıyıq. F sürtünmə qüvvəsi mü m j düsturu ilə təyin olunur. O da bərabərdir. Mü'nin qiyməti 0,2, m-in qiyməti 8, j-nin qiymətini 10 qoysaq yerinə sürtünmə qüvvəsi olur 16. Əvəzləyici qüvvə m-a bərabərdir. 20 çıxılsın F sürtünməyə 8a bərabərdir. 20 çıxaq, F sürtünmənin qiyməti 16, 8A bərabərdir 4-ə, A da bərabər 4 bölünsün 8, o da olur 0,5. Düzgün cavab A variantı olacaqdır. Keçirik 3-cü suala. Qarşılıqlı təsirdən sonra təcillərin qiymətləri arasında hansı münasibət doğrudur? İki cisim bir-birlə qarşılıqlı təsirdə olarsa, onlara təsir edən qüvvələr Newtonun 3-cü qanuna görə bir-birinə bərabərdir. Qüvvənin modulları bir-birinə bərabərdir. M1 A1 Newtonun 2-ci qanuna görə M1 A1-i bərabərləşdirərik M2 A2-yə. Birincinin kütləsi M vurulsun A1 bərabərdir. İkincinin kütləsi 2M vurulsun A2. M'lər gedərik sonra A1 bərabər olar 2A2. Düzgün cavab A variantı olacaq. Keçirik 4-cü suala. 4-cü sualda deyir ki, hərəkət tənliyi x bərabərdir 3 plus t minus t kvadrat şəklində verilmiş cismin t bərabərdir 1 saniyə zaman anında sürətinin proyeksiyasını hesablayın. Vx bərabər sual. Koordinat zaman tənliyi verilərsə, biz oradan sürət zaman tənliyini keçmək üçün törəmə alsaq yetərlidir. V bərabərdir. 3-ün törəməsi 0, üstə gələk T-nin törəməsi 1, çıxısın T kvadratının törəməsi 2T. 1 minus 2T qalır burada. 1 çıxaq, 2 vuraq, T-nin qiyməsi 1 olduğuna görə 1-dən çıxarıq ikisini, onlar mənfi 1. Proyeksiyası dediyinə görə düzgün cavab olacaq mənfi 1. 5-ci suala keçək. 5. Motorlu qayıq çayın axınının əksi istiqamətdə bərabər sürətlə hərəkət edərək 24 km məsafəni 3 saata gedir. Qayıq çayın axınının əksi istiqamətinin üzlüyünə görə qayığın yerə nəzərən sürəti və qayıq çıxılsın və çay. 24 kilometr məsafəni, yəni V-nin yerinə biz yazarıq S bölünsün T. 24 kilometr məsafəni 3 saata gedirsə, 24-ü bölək 3-ə edər 8. İndi V 8 tapdıq, 8 bərabərdir. V qayıq çıxılsın
çayın axın sürəti 2 kilometr bölünsün saatdir. Çayın yerinə 2 yazsaq, onda qayığın sürətini tapırıq 10. Sonra deyir ki, qayıq həmin məsafəni, yəni 24 kilometr məsafəni axın istiqamətdə hərəkət edərsə, onların yeri nəzərə sürətləri toplanılır və qayıq üstə gələk və çay. Qayığın sürəti 10, çayın sürəti 2 olduğuna görə olur 12. V də bərabərdir. S bölünsün T'dən. T'ni tapsaq, T bərabər olacaq. S bölünsün V. 24 bölünsün 12. O da bərabər olacaq 2. Düzgün cavab C variantı olacaq. Keçirik növbəti suala. Eyni zaman müddətində saatın saniyə və dəqiqə əqrəblərinin dövrlərinin sayı arasında hansı münasibət doğrudur? Yəni, dəqiqə əqrəbi, saniyə əqrəbi eyni zaman müddətində dövrlərin sayını müqayisə edir. Dəqiqə əqrəbinin dövr etmə periodu 60 dəqiqə, saniyə əqrəbinin dövr etmə periodu 1 dəqiqədir. Periodun tuturu T bərabərdir, T bölünsün N-ə. Biz buradan N-i tapsaq, N bərabərdir, kiçik T bölünsün böyük T. N-lə T, yəni period tərs mütənasibdir. Onda dəqiqə əqrəbinin dövrlərinin sayını, saniyə əqrəbinin dövrlərinin sayını olan nisbəti bərabər olacaq. T saniyə bölünsün T dəqiqə. Tərs mütənasib olduğuna görə saniyənin yerinə 1, dəqiqənin də yerinə 60 yazsaq, onda buradan görürük saniyə əqrəbinin dövrlərinin sayı dəqiqə əqrəbinin dövrlərinin sayından 60 dəfə çox olacaq. Düzgün cavab D variantı olar. Keçirik növbəti suala. Cismin sürətinin zamandan asılı qrafiki verilmişdir. 1, 2, 3 nöqtələrinə uyğun cismə təsir edən əvəzləyici qüvvənin qiymətlərini müqayisə edin. Bilirik ki, sürətin zamana olan nisbəti, yəni V bölünsün T nisbəti, bucağın bizə, həmən bu bucağın tangens alfasını verir. V bölü T-də A-ya bərabər. İndi biz baxırıq ki, 1 ilə 2 nöqtəsinin təcilləri eynidir. Çünki onun bucaqları eyni olduğuna görə onların əvəzləyici qüvvələri bir-birinə bərabər olar. F1, F2-yə bərabər olur. 3-ün bucağına baxsaq, 3-ün bucağı 1 ilə 2-nin bucağına böyük olduğuna görə 3-ün də təcili böyük olacaq. Onun əvəzləyici qüvvəsi də böyük olacaq. 1, 2-yə bərabərdir, böyükdür. 3-dən düzgün cavab olar B variantı. Keçirik növbəti suala. Verilmiş radio çevre üzrə bərabər sürətlə hərəkət edən radius vektorunun dönmə bucağının zamandan asılı qrafiki hansıdır? Omega bərabərdir fi bölünsün T-yə. Buradan fi'ni tapsaq, fi bərabərdir omega T. Bucaq sürəti sabit qaldığına görə fi ilə T düz mütənasibdir. Düzgün cavab C variantı olacaqdır. Keçirik növbəti suala, 9-cu sual. Koordinatın zamandan asılı qrafikinə əsasən cismin hərəkət istiqamətinin dəyişdiyi nöqtələri müəyyən edir. Koordinat zaman qrafiki verilərsə hərəkət istiqamətinin təpə nöqtələrinə görə baxarıq. Burada bir dənə təpə nöqtəsi var. 2 nöqtəsidir. 2 nöqtəsində cismin son sürəti 0 olur və həmən nöqtədə istiqamət dəyişilir. Düzgün cavab yalnız 2 olacaqdır. Növbəti suala keçək. 2 cismin koordinat zaman qrafiki verilmişdir. Qrafika əsasən 10-cu saniyənin sonunda bu cisimlər arasındakı məsafəni müəyyən edir. A cismi 20 metr məsafə icra edibdir. Amma B cismi nə qədər məsafə getdiyi məlum deyil. Amma bizə burada qrafikdə verilib ki, A və B cismin bucaqları eynidir. Bu o deməkdir ki, A və B cismi eyni sürətlə hərəkət edir. A cisminin sürətini müəyyənləşdirə bilərik. A cisminin sürəti bərabərdir. X bölünsün T-yə. 20 bölünsün 10. Verir 2. A cisminin sürəti 2-dirsə, B cisimində sürəti olacaq 2. İndi baxaq görək B cisimi 4-cü saniyədən hərəkətə başlayıb 10-cu saniyədə 6 saniyə müddətində neçə metr yol gedər? SP bərabər olar VB vurulsun T'yə. O da 2 vurulsun 4-dən 10, 6 eləyir. 2-ni vurarıq 6-ya eləyər 12'yi. O demək ki, B cisimində 12 metr məsafə icra edibdir. 20 ilə 12 arasındakı məsafə isə olacaq 8 metr. Düzgün cavab B variantı olacaqdır. Keçirik 11 nömrəli testdə.
Modulları eyni olan sabit əvəzləyici qüvvənin təsiri altında hərəkət edən cisimlərin sürət zaman qrafikləri verilir. Bu cisimlərin kütlələr arasında hansı münasibət doğur? Modulları eyni olan əvəzləyici qüvvələr F1 F2-yə bərabərdirsə, onda M1 A1 də bərabər olan M2 A2. Biz ayrı-ayrı birinci və ikinci qismin təcrübələrini tapmalıyıq. Birinci qismin təcrübə A1 bərabərdir. V minus V0 bölünsün T. 4 çıxılsın 6 bölünsün 10. Belə mənfi 2 bölək 10. Birinci qismin təcrübə 0,2'dir. Təcrübə modulu olacaq 0,2. İkinci qismin təcrübəni tapsaq, A bərabərdir V minus V0 bölünsün T. İkinci qismin başlanğıc sürəti 0'dır. Son sürət 4 çıxılsın 0 bölünsün 10. Bu da bərabər olacaq 0,4. 0,4. Ondan sonra düsturda yerinə yazsaq, M1 vurulsun A1'in təcrübinin modulunu 0,2 bərabərdir. M2 vurulsun A2'nin yerine 0,4 yazsaq, 0,2 ilə 0,4'ü qısar aparsaq, eləyər 2, M1 bərabər olar 2M2. Düzgün cavab Y variantı olacaq. Keçirik 12-ci nömrəli suala. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin dövrətmə periyodu hansı ifadə ilə müəyyən olunur? Newtonun ikinci qanuna görə F bərabərdir M-aya. M vurursa A-nın yerinə 4P-nin kvadratı R bölək T kvadratı yaza bilər. Buradan T kvadratını tapsa 4P-nin kvadratı R vurulsun M bölünsün F olar. T'nin özünü tapsaq, salarıq bunu kökün altına. 4P'nin kvadratı R vurulsun M bölünsün F. 4P kvadratından kök çıxır 2P. Kök altında R vurulsun M bölünsün F qalır. Bu sualın doğru cavabı D variantında göstərilmişdir. 13-cü sual. Dinometrin göstərişi neçə Newton? Dinometrdən yüklər asılıqdır. Blokdan, ipdən keçirilmiş bloklardan M kütləli yüklər asılmışdır. Yükün kütləsi 10 kiloqramdırsa, elə dinometrin göstərişi F bərabər olacaq mC'yə. Yəni birin götürürük. 10 vurulsun 10, C'nin qiyməti 10, bərabərdir 100 Newton. Yəni dinometrin göstərişi hal-hazırda 100 Newtona bərabər olacaqdır. 14-cü sual. 14-cü suala deyir ki, M və K cisimləri eyni anda çevrə üzrə bərabər sürətlə fırlanmağa başlayır. M cisiminin periyodu 2 saniyədir. K cisiminin periyodu isə 1 saniyə olarsa, 5 saniyə sonra onların radius vektorları arasında bucaq neçə dərəcə olur? İndi M cisimi başlayır, həmən nöqtəyə qaydanda olur 2 saniyə. Bizə lazım deyir ki, 5 saniyə müddətində. M cisimi əgər buradan başlayıb həmən nöqtəyə gəlsə olur 2 saniyə. Bir də fırlanıb həmən nöqtəyə gəlsə 1-2 saniyədə olacaq 4 saniyə. Bir də 5 saniyə tamamlanması üçün bu çevrənin yarısı qədər gedəcəkdir. Yəni M cisimi başladığı nöqtədən 5-ci saniyədə gəlib çıxacaq bura. M cisimi olacaq burada. K cisimi isə periyodu 1 saniyə olduğuna görə K cisimi ilə 5-ci dəfə dövr edilmə həmən nöqtəyə gəlib çıxacaq. Bu zaman M ilə K arasında əmələ gələn bucaq 180 dərəcə olar. Düzgün cavab D variantı olacaq. Keçirik 15 nömrəli testdə. Kütlələri və təsirləri bərabər olan cisimlər F1, F2, F3 qüvvələrinin təsiri altında üfüqi yolda sürtünməsiz hərəkət edir. Sürtünməsiz hərəkət edir demək, yəni sürtünmə qüvvəsi nəzərə alınmır. Bu qüvvələrin qiymətləri arasında doğru münasibətləri müəyyən edir. Bilirik ki, F dartı çıxılsın, F sürtünmə bərabərdir M-aya. Sürtünməsiz hərəkət edirsə biz bunu nəzərə almırıq. F dartı bərabərdir M-aya. Dartı qüvvəsi isə F kosinus alfa bərabərdir M-adır. Biz buradan F tapsaq, F bərabərdir M-a bölünsün kosinus alfa. Kütlələrlə təsirlər eynidir. Biz bunları nəzərə almırıq. Kosinus alfaya görə biz qüvvəni tətbiq edəcəyik. Qüvvənin böyük olması üçün məxrəc kiçik olmalıdır. Biz də bilirik ki, budağın böyük qiymətində kosinusun qiyməti kiçik olur. Budağın ən böyük qiyməti burada 60 dərəcədir.
Yəni 60 dərəcə bu kosinüsün qiyməti kiçik olur. Ona görə də burada dartı qüvvəsi daha böyük olacaqdır. Sonra 30 dərəcə, sonra da 0 dərəcə. Düzgün cavab olar A variantı. Yəni biz burada bucaqlara görə dartı qüvvələrini müqayisə edəcəyik. Keçirik 16 nömrəli suala. Eyni qədər uzanmış. Deməli, 3 dənə müxtəlif yay var. Eyni qədər uzanıb və bu yaylardan M2, M3, M kütləli yüklər asılmışdır. Bu qanunun tutumuna görə F bərabərdir K-X-ə. Buradan K-nı tapsaq, K bərabərdir F bölünsün X. F-in yerinə MC yazsaq, olur MC bölünsün X. Uzanmalar eynidir. Uzanmalarla işimiz yoxdur. Onda K-nı kütlələrinə görə müqayisə edəcəyik. Üçüncü yaydan asılmış yükün kütləsi çox olduğuna görə üçüncü yayın sərtliyi böyük olacaq 2-dən. O da böyük olacaq 1-dən. Düzgün cavab A variantı olacaqdır. Keçirik 17-ci sual. Elastiki yaydan asılmış cismin kütləsini azaltdı. Yaydan asılmış cismin kütləsini azaltsaq, yayın uzanması azalar, amma sərtliyi dəyişməz. Düzgün cavab Y variantı olar. Növbəti sual 18-ci sualdır. Sərbəst düşən cismin çəkisinin onun kütləsinin asılı qrafiki hansıdır? Bilirik ki, sərbəst düşən cismin çəkisi 0-a bərabərdir. Onun kütlədən asılı qrafiki Y variantında kimi olacaqdır. 19 nömrəli testə gəlsək, sərbəst düşən cismin 3-cü və 6-cı saniyədə icra etdiyi yer dəyişmələrin nisbətini hesablayın. 50-ci saniyədə gedilən yol tuturu H bərabərdir. J bölü 2, 2N minus 1'dir. Bizdən soruşur ki, 3-cü və 6-cı saniyədəki yer dəyişmələrin nisbətini tapın. 3-cü saniyədə yazarıq J bölü 2, 2 vur 3 çıx 1. 6-cı saniyədə yazarıq J bölü 2, 2 vur 6 çıx 1. J bölü 2'lər gedirik sana. 2 də 3'ün 6, 6'dan 1'in çıxırıq qalır 5. 2 də 6'ın 12, 12'dən 1'in çıxırıq qalır 11. Beləliklə sualın doğru cavab 11'dən 5 olan. Keçirik 20 nömrəli testə. Deyir ki, cismin hərəkət tənliyi X bərabərdir 10 çıxılsın 3T plus 2T kvadrat. X bərabər 10 çıx 3T plus 2T kvadrat şəklində verilmişdir. Cismə təsir edən sürüşmə sürtünmə qüvvəsi istiqamətini müəyyən edin. Sürüşmə sürtünmə qüvvəsi həmişə hərəkətin əksinə yönəlir. Biz də öncə müəyyənləşdirməliyik bu cisim hansı istiqamətdə hərəkət edir. Bundan törəmə alıb sürət tənliyinə keçsək, onlar mənfi 3 plus 4'dür. Buradan görürük ki, bu X oxun əksi istiqamətində bərabər yavaşlar hərəkət edir. Yəni cisim X oxun əksi istiqamətində hərəkət elədiyinə görə onun sürüşmə sürtünmə qüvvəsi də hərəkətin əksinə yönələcək. Düzgün cavab olan 4. D variantı olacaq. 21 nömrəli test. Yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən cisimin tormuz müddətinin başlanğıc sürətinə asılı qrafiki verilmişdir. Sürtünmə misalını təyin edin. Tormuz müddəti 10 saniyə olub, başlanğıc sürəti 50'dir. Tormuz müddətinin tuturu T bərabərdir və 0 bölünsün mü vurulsun J'dir. Buradan mü'nü tapanda mü bərabərdir və 0 bölünsün T vuran J olar. Və 0'ın qiyməti 50, T'nin qiyməti 10 vurulsun 10. Sıfırlar gelirik sarı qalar 0,5. Düzgün cavab C variantı olacaq. 22-ci sual. E, 50 metr bölünsün saniye başlanğıc sürəti şaquli yuxarı atılmış cismin sürət zaman qrafiki hansıdır? Yuxarı atılmış cisim bilirik ki, əvvəlcə yuxarı atılan cisim əvvəlcə yavaşıyır. Trayektoriyanın ən yuxarı nöqtəsini çatanda dayanır. Son sürəti olur 0. Sonra başlayır yeyinləşməli. Çünki aşağı düşür. Bu zaman sürətin zamandan asılı qrafini qursa, bu cisim 50 metr bölünsün başlanğıc sürətlə atıldığına görə V0 olacaq 50. Burada qalxma müddət demişik. Burada uçuş müddət demişik. Qalxma müddəti V0 bölünsün J'dir. 50 bölək 10 elir 5. Uçuş müddəti qalxma müddətindən 2 dəfə çoxdur. O da olacaq 10. Beləliklə 5 və 10 qrafikin A bəyəndiyinə baxsaq, görərik ki, 5 qalxma müddəti, 10 uçuş müddəti, başlanğıc sürəti 50. Yəni düzgün cavab A variantı olar. Keçirik 23 nömrəli testdə. Sürtünmə qüvvəsinin qiyməti nədən asılıdır? Biz sürtünmə qüvvəsinin düsturunu yazsaq, bu olur mü, MC.
Toxunan sətlərin materialından, yəni sürtünmə əmsalından asılıdırmı? Asılıdır. Bir doğrudur. Toxunan sətlərin sahəsindən asılı deyil. Toxunan cisimlərin kütləsindən asılıdırmı? Asılıdır. Yəni doğru cavab 1 və 3 olar. Uzunluğu 120 cm, eni 10 cm, qalınlığı 5 mm olan şüşənin kütləsini hesablayın. Şüşənin də sıxlığın 2500 kiloqram bölsün kub metr olur. Cavabı kiloqramla ifadə edin. Bilirik ki, n bərabərdir rho v-yə. N'in uzunluğun hündürlüyünü verirsə, onda o şüşənin həcmini taparıq. A vuraq, B vurulsun. C. Rho'nun yerinə 2500, A 120 cm. 120 bölünsün 100, B 10 cm. 10 bölünsün 100, qalınlığı 5 mm. Yəni 5 bölünsün 1000. 1, 2, 3, 4 tane sıfır buradan süreceğim. 3 bu, bir de bu. 4 sıfır gelir ixtisara. 10 ile 5'i ixtisara aparım. Bu düşür 1, bu düşür 2. 2 ile 12'ni ixtisara aparım. Bu da düşür 2 ile 12'ye böləndə düşür 6. 25 ile de 100'ü ixtisara aparsam. Bu düşür 1, bu da düşür 4. Beləliklə olur 6 bölünsün 4. O da olur 1,5. Düzgün cevap 1,5 olacaqdır. Keçirəm 25-ci suala. Saatın dəqiqə əqrəbinin uzunluğu 20 cm. Yəni onun radiusu 20 cm-dir. 0,2 metrdir. 5 saat ərzində dəqiqə əqrəbinin uc nöqtəsi nə qədər yol gedir? Bilirik, dəqiqə əqrəbinin dövr etmə periyodu 1 saat. L bərabərdir VT-yə. B'nin yerine yazıram 2 pi r bölünsün böyük T vurulsun kiçik T. Bu da beraber. 2 vurulsun 3 vurulsun 0,2 vurulsun 5 bölünsün 1. 0,2'nin 5'e vuranda 1 edir. 1'i de 6'ya vuranda 6. Yani 6 metre yol gedəcəkdir. Cisimlərin hərəkət tənliklərindən x oxun əks istiqamətində hərəkətə uyğun olanları seçin. Biz baxmalıyıq. Bir bunlardan törəmə alsaq, birincinin sürəti olur -2t. X oxun əks istiqamətində gedir. Çünki sürət oldu mənfi. İkinciden törəmə alsaq, v bərabər olacaq 2. -10 törəməsi 0, 2t-nin törəməsi 2 edir. Üçüncü tənlikdən törəmə alsaq, v bərabər olacaq 2t. Dördüncü tənlikdə v bərabər olacaq -1. -5'in törəməsi 0, -t-nin törəməsi 1 edir. Beşinci tənlikdən törəmə alsaq, v bərabər olacaq -4. Altıncı tənlikdən törəmə alsaq, v bərabər olacaq -2t. Baxırıq ki, burada mənfi olanlar hansılardır? 1, 4, 5, 6. Sualın doğru cavabı 1, 4, 5, 6 olacaqdır. Keçirik 27-ci suala, uyğunluq testidir. Cisimə təsir edən əvəzləyici qüvvənin və cismin sürət vektorlarının istiqamətinə əsasən uyğunluğu müəyyən edilir. Birinci şəkildə görürük ki, sürətlə əvəzləyici qüvvə 90 dərəcə bucaq əmələ gətirir. Bu çevrə üzrə bərabər sürətlə hərəkətdə olur. Birə uyğun gəlir. Çevrə üzrə bərabər sürətlə hərəkətdə olursa, birə uyğun gəlir B. İkincidə baxırıq ki, sürətlə əvəzləyici qüvvə eyni istiqamətdədirsə, bu düz xətli bərabər yeniləşən hərəkətdir. 2 uyğun gəlir C. Üçüncü şəkildə görürük ki, sürətlə əvəzləyici qüvvə bir-birinin əksinə gəlir. Bu da düz xətli bərabər yavaşlayan hərəkətlərdir. 3'ə də uyğun gəlir A. Beləliklə 1B, 2C, 3A olacaqdır. Sərtliyi 400 Newton bölü metr olan yayın uclarına əks istiqamətdə F1 bərabər 100 və F2 bərabər 60 Newton qüvvələr tətbiq olunmuşdur. Yayın uzanmasını hesablayın. Doğrusu bu tip məsələlər artıq qəbul imtahanına düşmür, amma yadımızda saxlayaq ki, yayın bir ucuna 60 Newton, digər ucuna 100 Newton qüvvə tətbiq olunursa, biz ən kiçiyinə götürəcəyik. F bərabərdir Kx düsturundan biz X'i tapsaq, X bərabər olaraq F bölünsün K'ya. F'in yerine yazarıq 60, X'in de yerine yazarıq, K'nın da yerine yazarıq 400. Sıfırlar gelir ixtisara, 6 bölünsün 40, 2'ye ixtisar yaparsam 20, bu da düşür 3, bu yerisi buradan %15.
%15. 29-cu sual. 320 metr hündürlükdən sərbəst düşən cismin axırıncı saniyəyə nə qədər yol gedər? Biz baxaq gör 320 metr hündürlükdən düşən cisim neçə saniyə düşəcəkdir? Yəni sərbəst düşən cismin düşmə müddəti T bərabər kök altı 2h bölü C-dir. 2 vuraq 320 bölünsün 10. 64 kök çıxır 8. Axırıncı saniyədə, yəni 8-ci saniyədə nə qədər yol gedir? H bərabərdir C bölü 2, 2m-1 düsturundan istifadə etsək, 10 bölü 2, 2 vur 8 çıx 1. 5 vurursun 15, o dedi 75. 30-cu sual. 10 metr bölünsün saniye başlanğıc sürətlə şaquli aşağı atılmış cisim 3 saniyə sonra yerə çatır. Cisim yer səthindən neçə metr hündürlükdən atılmışdır? Cisim şaquli istiqamətdə yuxarıdan aşağı atılırsa yeyinləşən hərəkət edir. H bərabərdir. Atıldığı hündürlüyü tapmaq üçün V0T üstə gələk GT kvadrat bölü 2. V0 10. T'nin qiyməti 3. Üstə gələk. D'nin qiyməti 10 vuraq 3'ün kvadrat bölünsün 2. 30 üstə gələk 45. O da bərabər olacaq 75 metr hündürlükdən atılmışdır. Bu qədər. Diqqətinizə görə çox sağ olun. Təşəkkür edirəm.